Ariflərin gülümsəyərək dedikləri bir söz var. Özüm deyirəm, gülümsəyərək. Ariflər deyirlər ki, o zikir ki, sən deyirsən, mən zikir eləyirəm. Məsələn, bir arif, bir mömin gəlir ondan görüşməyə, dərdləşmək istəyir də, deyir ki, məsələn, möhtərəm arif, mən mənəviyyat yolu getmək istəyirəm. O da arif də soruşur, deyirsən, zikir eləyirsən? Deyir, bəli, zikir eləyirəm, mənim hər günüm zikirlə keçir. Sonra bu ki, bəs günahlar olur, günah eləyirsən? Bəli, olur. Çox olur. Gün boyu bəli olur. Hər gün olur. Gün boyu olur. Bir dəfə olur, iki dəfə olur. Bax bu yerdə Arif gülümsəyərək sanki belə deyir ki: "Əz-zikrullazi la yanha anil məsiyə." O zikir ki, səni məsiyyətdən, günahdan çəkindirə bilmir. Leysə bi zikrin. Bu zikir də öyrüymüş ki. Sən elə bilirsən zikir edirsən. Sən zikir etmirmişsən. Yəni o istənilən zikir deyil. Necə namaz barəsində də bu söz var da. Ki Allah bu ki namaz insanı günahdan çəkindirməlidir. Günahdan çəkindirə bilmirsə, deməli qıldığımız o namaz deyil. Şərii öhdəlik boynumuzdan gedir, amma o namaz deyil. Əz-zâkiru la ya'si. Həqiqi zakir, zikr əhli günah eləyə bilməz. Ma'siyatun ma'az-zikru la taqa'u. Günahla zikir birləşməz heç vaxt. Vahim ola bilməz. Ona görə də ya yaxşı zikr etmirik deyə günah eləyirik. Yaxşı zikr etsək günah olmayacaq, mümkün deyil.